Deməli, bunu YouTube kanalımızda da izah elədiyimiz kimi video dərsimizdə eyni şəkildə çalışma üzərindən də izah eləyə bilərik. Hansı feilləri iki zamanda düşünmək olar? Eynən dərsdə, həmən video dərsdəki izahımız kimi iki cür sual verə bildiyimiz sözlər, feillər, belə deyək, iki zamanda düşünülə bilər. Və yaxud da başqa bir yolla. Belə eləyirik. Qaçırdı feilini kökə şəkilçiyə ayırırıq. Qaçmaq kök, ırdı şəkilçilərimiz. Hələ ki, sadəcə şəkilçi deyirik buna. Gətirdi, gətir kök, di şəkilçimiz. Apardı, apar kök, dı şəkilçimiz. Qopardı, qop kök, ar şəkilçi, dı şəkilçi. Artırdı, artmaq kök, ır şəkilçi, dı şəkilçi. Bu şəkildə ayırdığımız zaman görürük ki, ikincidə, yəni gətirdidə bir dənə kökdür, bir dənə şəkilçidir. Bir dənə şəkilçidirsə, deməli elə bunu bir zamanda sadəcə dı, di, du, dünü, şudi, keçmiş zamanda düşünürük. Bu bitir. Bu getdi, ələndi. Və üçüncüdə apardı. Görürük ki, apar kökdür, dı şəkilçidir. Yəni bu da bir şəkilçi, tək şəkilçidir deyə biz bunu da yenə bir zamanda düşünürük. Şudi, keçmiş zaman bu da getdi. 2 ilə 3 olan variantları silirik. A getdi, B getdi, C getdi, D getdi. Elə qalır əlimizdə Y variantı. 1, 4, 5. Amma 1, 4, 5 niyə qalır? Bunu izah eləyək. Deməli, məsələn deyirik ki, o küçə ilə qaçırdı. O nə edirdi? Küçə ilə qaçırdı. Nə edirdi? Burada ır zamandır, dı ididir. Çünki nə edirdi? Sualda ikisini də gördük. Bir də deyirik ki, qızı qaçırdı. Qızı qaçırdı. Nə etdi? Qaçırdı. Burada nə etdi deyirik deyə, sualda sadəcə di göründü deyə, qaçmaq, qaçırmaq, maqməklə də yoxlamaq mümkündür ki, ırdan sonra maqmək artırmaq olur. Əgər ırdan sonra maqmək artırmaq olursa, demək ki, o leksik ırdır. Buradakı ır leksik olur, dı zamanım olur. Deməli, əgər deyirik ki, o qaçırdı, nə edirdi desəm, ır indiki zamanım olur. Çünki zaman kökə və ya başlanğıc formaya artırılır. D isə idin qısaldılmış olur. Qızı qaçırdı, nə etdi deyə sual verdiyim təqdirdə isə qaçmaq kökü olur, ır leksik şəkilçi olur, d isə zaman olur, bu da şudi keçmiş zaman olur. Yəni iki zamanda düşünə bildik, həm indikidə, həm də keçmişdə. Qopardı. Məsələn deyirik ki, uşaq oyuncağı qopardı. Nə etdi? Uşaq oyuncağı qopardı. Nə etdi? Bir dənə deyini gördük. Deməli, d zamandır, ar burada leksik şəkilçidir. Zamandırsa şudi keçmiş zamandır. Bir də deyirik ki, belə bir hadisə baş verərdi və oyuncaq qopardı. Nə edərdi? Qopardı. Bax, burada nə edərdi sualını verdiyim təqdirdə ar onda zaman olur. D isə idin qısaldılmışı və ya artırdı. Məsələn deyirik ki, o suyun təzyiqini artırdı. Nə etdi? Artırdı. Burada d, təkcə d-nı gördük deyə sualda d qrammatikdir. Ir leksikdir. Deməli, burada şudi keçmiş zaman düşünürük sadəcə. Bir də deyirik ki, əhvalın, məsələn, təzyiqim get-gedə artırdı. Nə edirdi? Artırdı. Bax, bu şəkildə düşünəndə isə ır indiki zaman olur, d isə idinin qısaldılmışı olur. Deməli, bu səbəbdən də cavab 1, 4, 5 olur.